Hamınıza salam dostlar, mən Kalamartı. Bugün sizlərlə düpbədüz G22-dən, yəni G22 vlogdan, yəni G22-dən düpbədüz düpbədüz Sting'e qədər xoşuma gəldiyim silahları sıralayacağım. Unutmadan deyim, kanala like atıp abone olmağı unutmayın və alın dostlar, yəni bütün indidən deyəcəyim budur ki, bütün Fable boxları alın. Yəni gücünüz nə qədər çatır alın. Bunu standart təzə bir kampanya keçirdi, Ramazana özel. Buradan eləyə bilərsiniz. Instagram, Discord, TikTok və YouTube'dan baxa bilərsiniz. Məncə Instagramdan keçirdir. Məncə ona görə. Amma YouTube'dan da ola bilər və TikTok'dan da. Discord bilmədim. Yəni məndə Discord yox. Yəni olmadığına görə mən bilmədim ki, Discord'dan keçirir və yox. Ya da yox. İndi dostlar, normalda AKR vorum neçədir? İndi deyirsiniz ki 0.20 gold zat belə 26. Bu dəqiqə indi 1 golddur dostlar. Yəni Fable'da gedir. Ona görə də yəni vapşə bahalaşıb bu. Həmin çox bahalaşıb özdə. Məsələn Desert Eagle Ace. Baxın normalda buralarda olmalıdır da. İndi baxın da görün hardadır. Bu heç Violet Flame. Hardadır? Tapamıram. Baxın. İsəlib. Mən elə baxmayım. Mən yaxşısı belə baxım. 2 gold olur. Normalda mən bunu almışam 0.45'ə. Niyə bu qədər yəni şeydir hələ də bilmirəm. Violet Flame bu, yəni dostlar hər şey yüksəlir. Bir dənə şey yox, hər şey. Məsələn Blossom indi 3000 gold idi. İndi bəziləri də düşür arada. Standart dediyim kimi standartda təzə kampanya keçirdir. Mən də bunları aldım. Fang Wave Song'u mən aldım. Heç bir pul, belə zat, heç nə ödəmək lazım deyil. Sadəcə bu qədər. Yəni qatılın, IDVC və açıqlamada nələr var, onları yazın. Bu qədər. Yəni bu Butterfly isə 7 bir həftəlik almışdım. Hələ də durur indi. İndi yəni sıralayıb bir dənə də bir oyun oynayacağam və bitirəcəm videonu. İndi birinci başlayaq. Əlbəttə ki G22-dən. G22-dən indi deyirsiniz ki səndə relikdir. Hayır dostlar, məndə relik deyil. Bu arada deyim, Star Trek-ləri də seçmək olar yəni. Yəni mən Star Trek də seçərəm. Elə bil də, istəsəm. Ən ucuzu bu arada budur, Empire. Yəni lazım deyil əksinə mənə. Mən də burada G22-də ən sevdiyim Twilight'dır. Twilight. Harada? Yox. Twilight Star Trek. Baxın budur. Belə şeydir. Ya neon rəng belə idi. Və G22 çox xoşuma gəlməsə də, amma belə də yəni idarə eləyər. İndi keçək Yusuf bu. Bu niyə bu qədər bahadır? Hər şey bahalaşıb. Pis isə 6 gold. Bu keçdiyi ucu bunu. Burada məndə ən sevdiyim hologramdır. Amma Star Trek-siz olan hologram. Hologram var, Star Trek-li. Genesis var, horror var. В общем, dostlar, belli yəni hologram.
Bəlkə də qalmayıb, alınıb hamısı. Baxıram yoxdur burada. Alınıb olsun, yaxşı, Star Trek-li olsun. Belə bir şeydir. Neyse, çox videonu uzatmayayım. P350. P350-də oynayaram, yaxşıdır. Burada isə ən sevdiyim Impact'dır. Ən gözəl Impact. Çünki həm kompaktdır, həm də belə ağ rəng, qırmızı ilə qarışığı çox əla məncə gedibdir. Mənim fikrimə görə. Berettas. Berettas da çox xoşlayıram. Belə Fire, hə. Berettas'ı çox belə deyə bilmərəm ki, xoşlayıram, amma güllələri yaxşıdır. Seçsəm Damaskusu seçərəm. Belədir. Seçərəm məsələn onu. Damaskusu. Tec 9. Tec 9 yaxşıdır, oynaya bilərəm, oynaya bilirəm. Amma burada ən sevdiyim mənim də ümumiyyətlicə Necromancer nəsli mənim xoşuma gəlir, ancaq. Yəni həm də yaxşıdır da mənim üçün. Mən ancaq Necromancer'da xoşlayıram. Fase. Burada Fase'ni Octopus deyə bilərəm. Octopus. Və Deagle. Orochi heç mənim xoşuma gəlmir. Çünki bu nədir? Cinə oxşuyur. Bu nədir məsələn? Bu üstündəki nədir? Şey oxşuyur, o cinlər keçir, ona oxşuyur. Burada ən sevdiyim Blastrum da əlbəttə ki, Star Trek-li. Xoşuma gəlir. Mənim belə ağ rənglər mənim xoşuma gəlir. Fabemi çox heç oynamıram, düzün deyim də, heç oynamıram. Amma seçsəm burada şeyi seçərəm. Gangster. De bunu. 24 korktu aslında. SM1014. Burada direkt mən seçərəm, yəni Necromancer. Yəni bunda da Necromancer'dır, Akərdə də. Espas. Mən Spasa Espas deyirəm. Qlid əlbəttə ki, çox əladır, xoşuma gəlir. Qartal teması. M60'da Mekka xoşuma gəlir. Çünki buradakı qızda nədir? Buradakı bu bomba deyilən şey atıb. Nəm? Xoşuma gəlir. Həm də elə bir rənglər tam oturub da yerinə, çox xoşum gəlir də Mekka. Ondan sonra Mach 10. Məndə Mach 10 Shogun Stripesdir. Amma burada bir dənə gözümə bir şey taxıldı. Argo. Çox əla. Aurik Boom bilirsiniz də. İndi M40'a keçəndə göstərəcəm sizə. Aurik Boom. Onu oxşuyur, onu andırır mənə. UMP 45. Dirək Beast. Dirək elə o dəqiqə Beast. Bu xoşuma gəlir bu. Bir dənə buna baxın. Bu başıdır. Bu da şey. Baxın indi. Baxın bu başıdır. Bu da dişi. İndi baxın. Görürsünüz də. Ondan sonra MP5. MP5'i düzünü deyim. Heç xoşlamıram. Amma yaxşı skinləri var. Məsələn, Blueprint. Mən ümumiyyətlə 8 years, nə bilim 4 years, Origin və Necromancer. Ən çox xoşladığım nəsil Necromancer nəslidir. MP7. MP7. Əlbəttə ki, Licht.
Çünki xoşuma gəlir. Bu nədir? Yaratıqdır, bəlli deyil. Bu mənim xoşuma gəlir də, belə nəsə fışqırdır. Baxın, bu ağızda bu nəsə belə fışqırdı. Licht. Akimbo Uzi, Firehorse. Dirə, yəni ən sevdiyimdir. Star Trek-lisini də seçə bilərdim, amma mən özdə Akimbo Uzi də dostlar başa hədəf almalısınız, yoxsa belə ölmür. Yəni 1 milyard gülləyə zad ölür. Qoşamadım, hə. P90-ı oynayıram, amma çox vaxt ölürəm. Yəni başdan headshot eləməyə uca öyrəşmişəm. Bir də hologram, bu qədər. Samuray oynayamıram mən. Dəqiq, valla oynayamıram mən. Məsələn, Fissure 6 qolduydu, indi 30 qolda yüksəlib. Nəyimə lazım? Final, bir də Imperial. Deyə 70 qoldur. Gözəllik abidəsi. Famas. Mən seçərdim. Fury, əlbəttə ki Fury. Çünki qızılı rəngi mənim çox xoşuma gəldi. Baxın, burada da bir dənə göz var. Buradan uzanır. Deməli. Oxşamadı. Deməli, Famas. Sonra Valda xoşladığım Orbitdir, amma Star Trek-li. Xoşuma gəlib belə bunun qabağında belə sayaz olması. Prosta dostlar killərinizi sayır. Yəni bir özəlliyi yoxdur. M4-ə keçək. M4-də mənim ən xoşuma gəldiyim Night Wolf. Yox, deyəm Necromancer var, Necromancer. Originindi, ən bahalıdır özdə. Bu qədər, Necromancer. Unutmuşdum, Necromancer şeydir, var. M4 abi, ürəyim. Ən sevdiyimdir də, yəni ən sevdiyim. Burada Star Trek Uja Impact. Yəni görürsünüz də, heç bahalılara qaçmıram da, ən bahalılara. Buna baxın, 199.099. Də vapşım da bu. Star Trek-li. Ən sevdiyim Impact. Amma bunu da xoşlayıram. Çox xoşuma gəlir də, yəni. Ağ rəng həmişə mənim xoşuma gəlir. İndi mən burada normalda qaçaram. O dəqiqə Treasure Hunter-a ya da Digital Bruce-da. Amma mən burada istəyərəm Necromancer. Amma Star Trek-li, hanı? De bu. Star Trek-li. Xoşuma gəlir də. Belə Necromancer kimi bir şey xoşuma gəlir mənim. AKR-12 ya, bu da şey oldu, bahalaşdı. AKR-12 məndə Mimikry-dı. Amma mən Hanami xoşlayıram. Bu çox qəribə gəlir. Məsələn, buradakı şey qızda niyə qoyublar heç bilmirəm. Amma Hanami xəritəsi ən sevdiyim xəritə olduğuna görə Hanami. M16. Ay Allah, basanmadım ya. Raiva bu. İstəmirəm, amma indi burada seçərəm. Challenger, de bu. Ya da yox, onu istəmirəm. İstəyirəm qəşəng şey olsun. Shogun Stripest. De bu. Gəldik M40-a. M40-da ən sevdiyim əlbəttə ki Auric Boom. Və deyirdim o Mahkon'dakı Auric Boom de budur. Çox xoşuma gəlir də, qızıl rəngində. Ümumiyyətlə mənim həmişə belə xoşum gəlib ki, qızılı və qara rənginin qarışığı. Malard.
Mallarda heç oynaya da bilmirəm, heç xoşum da gəlmir. Ona görə də direkt Snake Scales deyəcəm. Dostlar, mənə düşür deyə Snake Scales. Amma da nə bilim, istəmədim sonra. Xoşuma gəlmir mallarda. Harbinger seçərəm burada, Sunstrike. Amma məndə Star Trek'li var. Amazon'da. AVM. Ha, ucu bu da bir gold oldu. AVM Kings niyə belə aşağı düşdü? Ha, 4 golda ucu qalxdı. Dostlar, bu arada Gatestone'u almağıma çox az qalıbdı, həddindən artıq. Burada sevdiyim mənim əlbəttə ki, ürəyim, əlbəttə ki, hamısı da ürəyim deyil. Genesis çox xoşuma gəlir. Məndə Mantis də Genesis, ən sevdiyim Mantisdir. Xoşuma gəlir də AVM nəslində belə. İndi dostlar, bıçaq. Yaxşı, ən üstdən başlayacağım. M9 bayonet. Sadəcə sizə oyunda verilən bir bıçaq, yəni knife. Prosto onun qalınlaşdırıblar elə bil ortasında. Baxın, buralarını. Ben göstərəcəm. Bax, buralarını. Qalınlaşdırıblar. Bu qədər eləyə bilər M9 bayonet. M9 bayonetdə ən xoşladığım mənki Digital Bruce'dur. Xoşlayıram da. Yəni ortasına da bir dənə deşik əlavə ediblər. Buyur. Yəni Karambitdə mənim ən sevdiyim hologram əlbəttə ki. Yəni hologramı da xoşlayıram. Hər şeydə. G-Commando. Əlbəttə ki, Luxury. Donunda qəribə olur. Bu heç vaxt axırına qədər belə baxmamışam. Mənim görüm nə olacaq ki? Ucu iti deyə elələrindən xoşum gəlir. Butterfly. Butterfly'da ən sevdiyim. Onsuz ən sevdiyim bıçaq da Butterfly'dır. Qardaşımın ən sevdiyi budur. Legasidir ki, o şeydir, qızıl rəngini xoşlayır o. Məsələn, Karambitdə də o gold xoşlayır da elə bilir. Karambit gold. Mən buradan ya bilirsiniz nə arasında qalmışam. Butterfly Arkan Search. Butterfly, yox, bunu istəmirəm, bunu yox. Butterfly Dragon Class, Butterfly Black Widow. Bu üçü arasında qalmışam, başqa heç. Flip də oynayarım dedim. Əlbəttə ki, Frozen. Flipin balaca olmasına baxmayın, əslində yaxşı, yəni bıçaqdır. Hamı elə balaca bıçaqları xoşlamır. Kunai heç vaxt eləməmişəm, heç vaxt baxmamışam üzünə belə. Kunai seçsəm, Firehorse seçərəm. Yəni Scorpion direkt scratched. Yəni baxmışam da indi buralara. Scorpion da elə biraz gülməli şeydir də. Mətbəx bıçağına oxşayır. O şeydə anamız şeydə soğan doğrayanda var ha. O bıçağa oxşayır. Tanto. Blasrum yox. Ya Hanami de buradakı. Ya da bu. Eurus Tiger. Dual Dagger. Bu Dual Dagger'i xoşlayıram. Dual Dagger yaxşıdır. Flor de Muertos. Çı. Ondan sonra Kukrik ən sevmədiyim bıçaq.
ən sevmədiyim bıçaq kupridir. Burada digital brostu seçərəm. Niyə? Xoşlamıram. Çünki stiletto. İkinci yer. Burada ya Viper, ya Imperium. Bu qədər. Başqa heç biri. Viper'ı xoşlayıram ki, bunun qatlanma animasiyası var, onun xoşuma gəlir. Bilirsiniz, baxın indi qatladı. Bax, gördünüz də, knopkaya bastı, belə açıldı. O xoşuma gəlir də mənim o. Onda Imperium'da da elədi. Prosto ağ rəng. Baxın. Görürsünüz orada sarı nöqtə var. Bax. Açıldı. O mənim xoşuma gəlir də. Mantis. Əlbəttə ki, hana Mantis Genezi. 2000 oldu. Nə qədər baxarlı. Onun mənim açılma animasiyası. Görürsünüz də belə səs gəlir. O mənim xoşuma gəlir də. Və animasiyası mənim xoşuma gəlir. Bir dəqiqə görmədim. Necə deyirəm. Bu əsasən terroristə yaraşar. Başqa heç biri. Yəni, onsuz da bitirdi. Yəni, bu qədər. Yəni, istəmirəm də çox uzun video olsun. Fang. Hound mən seçərəm. Fang'ın da yarısı elə şeydir. Yarısı yox, demək olar hamısı paternlidir. Hound. Qəribə qanlı bıçağa oxşur. Sting'i də yaxşıdır. Xoşlayıram, amma burada da arkadaşlar seçərəm. Bu qədər, yəni bitdi. İndi demişdim, indi bir tur gərək. Mən uzun olsun deyə nəyi seçim? Takım oynamasını seçim, yaxşı. Bu arada da dostlar, tokenim də bu qədərdir. Calypso. Calypso da değil, camiler. Yaxşı, bura qaçalım. Mən belə. Düşmeyin 128 kilo. Qalaş oradan vura da bilmərsən də, elə bil şans da elə bir şey yoxdur. Mən də burada envizyonu çəkeyim. Bir saniyə. Hər yerdən səs gəldi. Oradadır. Oyda. Bilərək dayandım.
Yazıq öldürsün də biraz. Destroyer. Qardaş, sən hardan çıxdın və nə vaxt gəldin? Ümumiyyətlicə. Oğlum, mən əsəbimdən biri oradan gəlir. Mən biri anlarda mənim əsəbimi oynadılar. Biri oradan gəlir, biri buradan gəlir. Video çəkəndə də FPS-im düşür. 16 Pro Max-a keçəndə indi son 90 FPS zad verəcək. Hər kəsi hesab edən, düşmən hesab edən. Qaqa. Sən oradan necə mənə vurdun? Belə səs gəlir. Hiç görünmür abi evden. Görünmür. Bomba olsaydı atardım. Ben açıl. Görüm. Cebra! Sağ ol. Gelsene öldüremez. Ah, vurmadım Öldürmüştüm. Danışma. M4 Lizard. Özdə M4 Lizard da yaxşıdır. 2 gol. Skeç. Bağışlayın o pis oldu. Mənim nə verim? Of, dənə baş. Hamı bıçaqla öldürürəm.